PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının həyata keçirdiyi geniş miqyaslı beynəlxalq qiymətləndirmə tədqiqatıdır. Bu tədqiqatda 15 yaşlı şagirdlərin oxuyub anlama, riyaziyyat, təbiət elmləri və ilk dəfə olaraq rəqəmsal dünyada öyrənmə bacarıqları ölçülür. Əsas məqsəd şagirdlərin bilik və bacarıqlarını real həyatda tətbiq etmə səviyyələrini müəyyənləşdirməkdir. Bu ilki dövr üzrə PISA 2025-də 91 ölkə iştirak edəcək. Azərbaycanda bu tədqiqatın keçirilməsi Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilir. Bu il üçün ölkəmizdə 241 məktəb seçilib ki, hazırda bu məktəblərin 100-dən çoxunda imtahan artıq başa çatıb və 3500-dən çox şagird iştirak edib. 7500-dən çox şagirdin də bu tədqiqatda iştirakı nəzərdə tutulub. Bu qiymətləndirmə ölkələrin təhsil siyasətlərini beynəlxalq səviyyədə müqayisəsinə belə imkan yaradır. Həmçinin bizim aldığımız nəticələr və təhlillər nəticəsində gələcəkdə təhsil siyasətimizin daha da təkmilləşdirilməsində istifadə olunacaq. Qeyd edim ki, qiymətləndirmə may ayının son həftəsinə qədər yekunlaşması nəzərdə tutulub. PISA beynəlxalq qiymətləndirməsinin imtahan mərhələsi 3 hissədən ibarətdir. Birinci, ikinci test mərhələləri. Bunlar hər biri ayrı-ayrılıqda 60-65 dəqiqəni əhatə eləyir və birinci mərhələdən sonra uşaqlara, şagirdlərə 5 dəqiqəlik fasilə elan edilir. Daha sonra isə sorğu mərhələsi gəlir və sorğu mərhələsi 35-45 dəqiqəni əhatə eləyir. Burada uşaqlar ümumiyyətlə məktəb, ev mühitləri və özləri haqqında olan sualları cavablandırırlar. Ümumilikdə sorğu mərhələsindən əvvəl də 10 dəqiqəlik fasilə şagirdlər üçün nəzərdə tutulmuşdur. Bugün Bakı Avropa Liseyində PISA beynəlxalq qiymətləndirilməsi həyata keçirilir. Seçilən 241 məktəbdən biri də Bakı Avropa Liseyidir. Bakı Avropa Liseyi Bakı komandası olaraq 45 şagirdlə bu qiymətləndirmədə iştirak edir və ümid edirik ki, şagirdlərimizin və ümumiyyətlə ölkəmizin nəticəsi yaxşı olacaq. Bütün şagirdlərə uğurlar arzulayıram. PISA beynəlxalq qiymətləndirməsində iştirak elədik. Dövlətimizi layiqincə təmsil etməyə çalışdıq. Qiymətləndirmədə gördüyümüz suallar dərsliklərimizdə yer rast gəldiyimiz, amma mənim fikrimcə yetərincə çox verilməyən suallar idi. Bu cür sualti məsələlərin dərsliklərimizdə verilməsi bizim gələcək həyati təcrübələrimizi artıra bilər. Üstəlik PISA qiymətləndirməsinin kompüterdə keçirilməsi kağız israfını azaltmaqla bir də şagirdlərin vizual dövrə hazırlanması üçün lazımi mühiti yaradır. Mənim fikrimcə bugünkü suallar çox maraqlı idi. Çünki suallar sadəcə fundamental biliklərə deyil, analiz qabiliyyətlərinə də əsaslanırdı. Bu sualları oxuyarkən bizim diqqətimizi cəlb edirdi və sıxıcı suallar deyildi. Əsasən sualların məzmunu dünya gündəmində olan qlobal problemlərə də toxunduğundan ötürü bu sualları çox bəyəndim.